Salam, AMA Olimpiyadasında iştirak edəcək şagirdlərin diqqətinə. Silsiləvi misal həllərinə baxacağıq. Keçək birinci. Bu sualda bizə ABC tam ədədləri üçün bu ifadəni verilir və biz həmin ədədləri tapıb toplamalıyıq. Gəlin baxaq. Əgər A tam ədəddirsə, deməli bu 17-də 25-i biz sadələşdirəcəyik. 17-də 25 düzgün olmayan kəsirdir. Biz onu qarşıq ədədə çeviririk. 17-də 25-i necə qarşıq ədədə çevirəcəyik? 25-i 17-yə bölürəm. 1 tam qalıqda da qalacaq 8. Deməli, mən bu 17-də 25-i bir üstə gəlinsin 17-də 8 formasında yaza bilərəm. Burada da bizə A tam ədəd olduğuna görə tam və kəsr ədəd kimi fikirləşərək burada 1, 17-də 8, deməli A-nın yerinə 1 duracaq və bizim bu ədədimiz 17-də 8 olacaq. Gəlin indi həmin bu kəsri ayrılıqda yazaq, 1 bölünsün, B üstə gəlinsin, 1 bölünsün C bərabərdir. Nə tapmışdıq? 17-də 8. Yaxşı. Bu 1 bölünsün, mən bu kəsirləri tərs çevirə bilərəm. Yəni, 1-də B üstə gəlinsin, 1 bölünsün C formasında yazsam, o zaman bu tərəfdə tərs çevirəcəm. 17 bölünsün 8. Gələk indi, 1 burada sayılmadığı üçün yenə B üstə gəlinsin, 1 bölünsün C bərabərdir, 8-də 17 olacaq. Gəlin 8-də 17-ni də qarşıq ədədə çevirir. 8-də 17-ni burada necə ki 17-də 25-i qarşıq ədədə çevirdik, burada da həmin şəkildə 17 bölünsün 8 bərabərdir, 2 tam qalığın 1 qalacaq. Yəni mən bunun yerinə 2 üstə gəlinsin 8-də 1 yaza bilərəm. O zaman B burada tam ədəd olduğuna görə 2 olmuş olacaq. C-də 1 verilib zaten bizə, bizdə də 8-də 1 var. 1-lər bərabərsə C-də 8 olmuş olacaq. Yəni mən tapdım ki A 1, B 2, C isə 8 bərabərdir 11.